Keçən dəfəki mənim videom hansı mövzuda idi? İstədiyin hər bir kişini və yaxud qadını özünə necə aşiq edə bilərsən. Və orada deyirdim insanda hansı xüsusiyyətlərin olmağı önəmlidir qadın kişini özünə aşiq etmək istəyirsə. Qadında hansı xüsusiyyətlər, görünüş olsun, yəni hər faktorlara nəzər salmış. Və kişilər əlbəttə ki, özlərinə aşiq etmək istəyirlərsə bir qadını, onda nələr etməlidir? Yəni biraz orada əlbəttə ki, fərqliliklər var. Və bir deməli xanım orada yazdı ki, kommentlərdə, yəni ki, bu xüsusiyyətlərin hamısı var, amma yəni ki, kişinin xasiyyəti, xarakteri ona meyllidir ki, elə bir insandır ki, daim yəni ki, xəyanətlər və fərqli-fərqli qadınlar var həyatında. Nə demək istəyirəm? Yəni o mövzu ümumiyyətlə elə idi ki, aşiq etmək özünə, düzdürmü? Yəni o tam başqa bir mövzudur. Amma uzun vadəli olaraq, uzun müddətli olaraq bir insanı özünə qarşı daim marağını oyaq tutmaq, ayaqda tutmaq, daim o insanın fikri həqiqətən də təbii olaraq səndə olsun, yəni ki, sən onun həyatında çox önəmli bir insan olasan, o halda nə etməlisən? Bildin necə? Aşiq etmək bir başqa. Amma o münasibəti uzun illərlə canlı tutmaq, o münasibəti uzun illərlə belə bir-birinizə həm o, necə deyim sizə, həm ehtiras, həm sevgi, həm qayğı, bir çox şeylər olsun deyə, o əlbəttə ki, tam bir başqa mövzudur və mən orada o kommentə qıza cavab yazdım ki, gələn dəfə bu mövzu ilə bağlı mən video çəkərəm. Yəni ki, xəyanətə meylli olan insanlara ümumiyyətlə necə davranmaq, yəni onlarla biraz fərqli metodlar əlbəttə ki, işləyəcək. Biraz fərqli metodlarla o insanın hələ bir marağını təzədən sən özünə çevirə bilərsən, özünə tərəf və yəni ki, bilirsiniz necə, bu elə bir, yəni bir insanı özünə qarşı sən dəyişdirmək istəyirsənsə, ona sən nə qədər istəyirsən söhbət elə, nə qədər istəyirsən dilə tut, nə qədər istəyirsən çalış başına ağıl qoyasan, nə edirsən, bunlar hamısı faktiki olaraq çox boşunadır, mənasızdır hətta. Yəni bunu elədikcə insan, burada nə olur? Sənin dəyərin düşür. Ümumiyyətlə oradakı qadının dəyəri kişinin gözündə düşübsə, demək ki, orada xəyanət çox gözlənilir bir haldır. Və bunu da qeyd edim ki, belə bir söz var, bir çox qadınlar deyir bunu ki, kişilər hamısı onsuz da xəyanətkardır, onlar hamısı xəyanətə meyllidir, onsuz da xeyri yoxdur. Yox, elə deyil. Hər kəs xəyanətkar deyil. Ümumiyyətlə var elə kateqoriya insanlar, əlbəttə ki, burada pozuntularını göstərir. Bir müəyyən pozuntuların kriteriyalarını görürsən, yəni ki, pozuntu olduğu halda insan çox meylli olur fərqli-fərqli, daim fərqli-fərqli insanlara, düzdürmü? Yəni ki, bax, burada önəmli olan həmin bu qadınlar üçün nədir? Sən ümumiyyətlə tamamən bir var, deyirsən ki, həyatımda mənə xəyanət eləsələr, mən onu heç vaxt bağışlamaram. Mənim üçün bu çox elə bir zərbədir ki, mən bir də ikinci dəfə o zərbəni görmək istəmirəm, o zərbəni almaq istəmirəm. Və o bir başqa məsələ. Onda heç qapını, yəni ki, çırpırsan, bağlayırsan, çıxıb gedirsən ki, vəssalam, mənimki məndə, səninki səndə, bizim məsələmiz bitdi. Düzdürmü? Amma əgər oradakı bir qadın deyir ki, yox, nə olursa olsun, mən istəmirəm bu münasibətdən, bu evlilikdən vazgeçim, düzdürmü? Orada əlbəttə ki, necə deyim sizə, belə istər-istəməz sən strategiyaların olmalıdır, ağıl işlətməlisən bir sözlə. Yəni ki, hələ öz axarına buraxım, düzdürmü? Ancaq belə də onunla dava-dalaş eləyim, ancaq skandallar eləyim, ya ancaq küsüm oturum, vəssalam. Yəni ki, bu heç bir işə yarayan bir şey deyil, bildiniz necə? Yazanlar çoxdur, ay mən oyun oynayacağamsa, ay mən maskalar taxacağamsa, tüfürüm o münasibətə, nə edirəm elə bir münasibəti ki, mənim hələ necə var o cür sevsin, nə bilim necə sevsin, bildiniz necə? Yəni insan var ki, onsuz da, yəni monogam insandır, hə? Tək bir insana deməli bağlı qala bilir, tək bir insana necə deyim sizə? Sadiq qala bilir də. Həm bağlı qalır, həm sadiq qalır. Yəni elə insanlar o başqa, düzdür? Amma belə bir insan
sənin həyatında varsa və sən o insandan imtina etmək istəmirsənsə, sən məcbursan da bu strategiyaları işlədəsən. Əgər desən ki, mən maska niyə taxım, niyə belə eləyim, niyə elə eləyim, yəni onda hələ məcbursan, hələ nəticə nədir, ona da barışmalısan, oturmalısan. Yəni nədir? Onda odur. Yəni onda insan şikayət eləməyin nə mənası? Şikayət edirsənsə, dəyişdirmək istəyirsənsə bir şeyləri, onda sən müəyyən strategiyaları seçməlisən. Və baxın, burada gördüyümüz nədir hər zaman? Odur ki, bir insanın gözündən sən düşürsən, sənin dəyərin onun gözündən düşməyə başlayır. O dəyər düşəndən sonra burada xəyanət baş verir. Düzdürmü? Məsələn, baxın, bir dənə bəsit bir müqayisə eləyək, belə bir metaforik anlamda. Bax, hələ belə kimsə özü üçün iPhone alır və iPhone onun üçün çox belə bir bahalı bir şeydir, düzdürmü? Deyir, ay kreditə götürüm, necə eləyim, belə xəyalı ilə yaşayır ki, bircə bir dənə özümə iPhone alım, məsələn, Və aldı axır. Necə olur? Üstündə əsirdir, ay düşməsin, əlindən cızılmasın, o olmasın, bu olmasın ilk zamanlarda. Düz. Sonra get-gedə lap düşsə də, nəsə də olsa da heç vecinə də olmur, düzdür? Amma onu itirən kimi itirsən, itirdi və yaxud sındı, ustaya verməli oldu. Nə olur onda? Deyir, ay Allah, mənim orada kontaktlarım, mənim orada maillarım, mənim sosial şəbəkələr, mənim akkauntum, yəni nələr, düzdür? Yəni ki, belə də əlsiz, qolsuz qalmış kimi olur. Çünki biz necə əslində bu dəyərli idi onun üçün. Sadəcə o qədər alışmışdı ki, o dəyəri hiss eləmirdi. Məsələn, evdə 1 saat su kəsildi. Su nə qədər var, işini görürsən, deyirsən, 1 saat su olmadı, vəssalam, sən artıq belə çox qəribə hiss edirsən, özünü narahat hiss edirsən. Çünki açırsan krandan orada su gəlmir. Düzdürmü? Gəlmirsə bu sənə artıq, çünki dəyərini olmayanda bilirsən də, düzdür? Bu heç, bu bir tərəfə. Yəni məsəl üçün bax burada önəmli olan odur ki, baxmaq qadına ki, o qadında nələr oldu ki zamanla, nələr dəyişdi ki, o kişinin bu qadın hələ bir gözündən düşməyə başladı. Ümumiyyətlə, bunu da deyək ki, düzdür, elə kişilər var ki, hədsiz dərəcədə meyillidirlər, çox cürəbəcür qadınlar olsun həyatlarında, düzdürmü? Yəni ki, amma sizi uzun illər, siz onun həyatında olmusunuzsa, yəni ki, bu bir dərin münasibət olubsa, sizin aranızda belə elə bir şeylər baş verib ki, həqiqətən də o yaddaşa həkk olunan bir münasibət olub. Yəni burada gözəl bir şeylər baş verib də, gözəl anlayış olub haçansa, məsəl üçün, bu münasibət az-çox dəyərli idisə zamanında, bu insan üçün də. Yəni onu təzədən dəyərli etmək və qat-qat əvvəlkindən dəyərli etmək mümkündür. Bildinizmi necə? Yəni bir insan hər hansı bir səhv elədirsə, xainlik elədirsə, xəyanət elədirsə, hər nə elədirsə, onun cəzasını çəkmirsə və yetərincə çəkmirsə, o bəsitləşir, adiləşir. O xainliklər adiləşir, o xəyanətlər adiləşir, hər şey o qədər bəsitləşir, o qədər normallaşır ki, və bunu normallaşdıran hər iki tərəf olur, bir tərəf yox. Əsas da yol verən tərəf. Yəni əvvəldən kişi görür ki, buna hələ bir yol verildi. Hələ bir yaşıl işıq yanıbdı. İstədiyini faktiki olaraq yavaş-yavaş kişi görür ki, eləyir və buradan da çox elə tepkilər yoxdur. Tepki varsa da, reaksiya varsa da, dava, qırğın, dalaş, oradadır, qadın getməyib heç yerə. Lazım olanda istədiyəndə onunla intim əlaqəni də yaşayır. Yəni davada eləsələr, nə də eləsələr başqalarına görə. İntim əlaqəsi də var, yeməyə, içməyə də qabağında da qoyulur. Hər şey var. Ara sıra sadəcə qadın bir qırğın salır və salam. Yəni burada da yanlış, burada strategiya ümumiyyətlə yoxdur. Burada impulslarla yaşayır qadın. Düzdürmü? İçindən gəldi dava eləmək, dava elədi, içindən gəldi intim münasibət yaşamaq yoldaşı ilə. Onu elədi, bildiniz necə? Burada hər şey başlı başına buraxılmış olur və elə də heç vaxt o xəyanətlər də bitmir. Bu xəyanətlər necə bitə bilər ki, belə? Yəni bilirsiniz necə? Bax, hələ bilin ki, bax, hələ bir müharibədir, Müharibədən öncə hər iki tərəf neyinir? Müəyyən planları olur. Cürəbəcür strategiyalar, planlar, hər bir şey, bilirsiniz necə xırda detallarına qədər düşünülür ki, yəni bilirsiniz necə müharibəyə başlayanda da elə insan hələ bil elə başlayırlar ki, əslində ki, udan tərəf, hansı tərəf ki qalib gəlir, hansı
tərəf ki, uğur qazanır ha, o vaxt uğur qazanır ki, o öncədən artıq bilir ki, uğuru qazanacaq. O elə qurur ki, hər bir şeyi ki, dəqiq mən burada qazanacağam. Yəni heç bilirsə ki, əgər uduza bilər, heç məsələn o məsələyə heç girişmir. O müharibəyə heç başlamır. Yəni o qədər özünü möhkəmləndirir, o qədər hər bir o texnikadır, nə bilim nədir, hərbi texnikalar falan, hər bir şeydə yəni ki, insan faktoru olsun, nə bilim, yəni anladınız mən nə demək istəyirəm. Bilirsiniz necə? O qadınlar ki, hansılar yazırlar ki, ay mən strategiya zad işlətmək istəmirəm. Yox, məsəl üçün, mən o videoda deyirəm də belə olmaq, elə olmaq, elə olmaq, aşiq etmək üçün də. Yaxşı, aşiq etmək istəmirsən, hə, okey. Onda kim sənə aşiq olar? Yəni o insanlarda davam, o insanlarda münasibət yaradarsan, zamanla sən aşiq olarsan. Normal, okey, hər şey çox gözəl. Düzdürmü? Amma bu bir münasibət varsa, əgər zamanında gözəl etsə, sonra dağıldısa, heç oldusa və sən bu münasibətdən getmək istəmirsənsə, sən bu münasibəti istəyirsən keyfiyyətli şəkildə dəyişsin, amma deyirsən ki, mən heç nə eləməyim, o hər şey eləsin, mümkün deyil. Dağılmış nəyisə, dağılmış münasibəti, yəni burada kişi hələ bir yavaş-yavaş uzaqlaşdı bu münasibətdən, hər bir şey başladı da, yəni ki, gəlmir, vaxtında evə tutalım, hə, evə vaxtında gəlmir, yəni heç nə vaxtında yoxdur. Düzdürmü? Diqqət azalıb, qayğı azalıb, hər bir şey azalıb. Faktiki olaraq itib. Və siz deyirsinizsə, mən maska taxan deyirəm, mən heç nə eləyən deyirəm, onda insan gəlir kifayətlənsin də, onda nə var, onunla da kifayətlən. Bildinizmi necə? Amma dəyişiklik etmək olsun istəyirsinizsə, onda burada strategiyaları məcbursunuz da işə salasınız. Düzdürmü? Yəni nə etmək? Əlbəttə ki, deməli, yenə də ilk öncədən əslində indi burada yanlışlar olub, boşluqlar yaranıb ki, xəyanətlər ortaya çıxıb. Düzdürmü? Bir adam var, deyir ki, mən xəyanəti bağışlamaram. Nə olursa olsun, heç vaxt. Bağışlamayan bağışlamamalıdır. Bağışlamasın ixtiyarı var. Tamamilə. Onun mənəvi dəyərləri belədir. O istəmir bağışlamaq, bağışlamamaq da ixtiyarı var. O insan məsəl üçün deyir ki, hə, ola bilər bağışlayım, onun da ixtiyarı var. Yəni xəyanətdən sonra münasibət mümkündür. Yaxşı, gözəl münasibət mümkündür. Təzədən hər şey pis də ola bilər, amma get-gedə gözəl də ola bilər. Yəni bu həqiqətən də strategiyalardan çox asılıdır. Yəni yenə də qayıdım ona ki, bir qadının hələ bir dəyəri kişinin gözündə düşübsə, orada xəyanətlərin olması mümkündür. Demirik dəqiqdir, amma çox mümkündür. Çox mümkündür və ümumiyyətlə ilk xəyanətlə rastlaşdınız. Artıq o bilir ki, kişi bilir ki, siz bilirsiniz. Düzdür, burada söhbətlər etmək, danışıqlar etmək, nədən oldu, niyə oldu, harda oldu, kiminlə oldu, necə başladı, necə bitdi, sonra hara getdiniz. Heç bir söhbətin burada mənası yoxdur. Çünki söhbət burada mənası da yoxdur. Burada sizin dəyəriniz daha da düşür onda. Yəni siz danışıqlar edirsinizsə, burada bir siz nə görsənir? Gəl məni inandır ki, olmayıb. Gəl məni inandır ki, yox, sən məni daha çox ondan sevirsən. Yox, gəl məni nələrəsə inandır, məni qaytar bir şəkildə, məni əmin elə nələrdəsə. Yəni bu faktiki olaraq hələ davanın içində faktiki olaraq bu hələ kökündə yalvarmaq durur. Burada qürur yoxdur. Düzdürmü? Yəni burada dəyər yoxdur, öz dəyər yoxdur. Öz güvən də yəni yoxdur da bunlar. Sıfırda olmasa çox aşağıdadır. Yəni burada artıq o bilirsən, siz bilirsiniz. Yəni bu məsələ açıq-aşkardırsa vəssalam, burada məsafə. Həmən vəssalam, mənim səninlə danışacaq heç nəyim yoxdur. Bu insan görsün ki, itirdi sizi. Bitdi, itirdi. Bildiniz necə? Yəni məsafə yaratdıqdan sonra həqiqətən də ola bilər ki, o məsafədə artıq o qədər rahat olasınız, deyəsiniz ki, oyda nə gözəl, canım qurtardı bu boyda qırğınlardan, skandallardan. Ola bilər həqiqətən də heç qayıtmayasınız. Elə də olur, elə də ola bilər. Amma məsəl üçün məsafə yaratdınızsa, yaratmağınız yaxşı. Daha imkan lazım deyil vermək gəlsin sizə nəyisə izah eləsin. Daha nəyə izah eləyəcək? Hər şey ortadadırsa. Ay gəl sən düz başa düşmədin, ay elə deyil, ay mən səni əsas sevirəm. Bu söhbətləri etməyin mənası yoxdur. O insana orada şans vermək lazım deyil. Çünki hər bir səhvin, hər bir xainin, xəyanətin cəzası olmalıdır. Yəni cəza evləri, həbsxanalar bu dünyada niyə var?
Təsəvvür edin, dünyada heç bir cinayət, nə bilim, heç bir cinayətkar cəza çəkməsəydi nə olardı? Yəni xaosu təsəvvür edirsiniz? Yəni həmin də xaos burada yaranır. Yəni oradakı qadın hələ bir çəkilir kənara ki, əşşək kişidir də, necə istir yaşasın, əsas axşam evə gəlir ki, o da yanlış strategiyadır. Çünki burada qopmuş olur insanlar bir-birlərindən. Burada oturub arada söhbət zad eləyirlər, danışırlar, gülürlər, dava eləyirlər, neynirlər belə. Amma ümumi o davam edirsə o cür həyata, qadın da burada bir şəkildə uyğunlaşırsa, düzdür, bir şəkildə uyğunlaşırsa, amma içəridə dərd çəkir axı. İçəridə axı o içi qan ağlayır axı. Düzdür? Hə? Amma ki, deyir ki, əşi birtəhər neyniyim, artıq mənim bəxtim belədir. Buna uyğunlaşırsa, bu hələ belə də gedəcək. Düzdür? Belə də, ya belə gedəcək, ya daha da pis olacaq. İndi nə olacaq bilmirəm, amma daha yaxşı olmayacaq. Yəni razısınız da mənimlə. Hə, ya da oradakı qadın ancaq dava eləyir, nə bilim, təzədən danışırlar, birləşirlər, dava eləyirlər, danışırlar, birləşirlər. Burada nədir? Münasibətdə inkişaf yoxdur, münasibətdə dəyişiklik yoxdur. Çünki hər iki halda itirmək qorxusu yoxdur. İtirəndə o insan, görəndə ki, siz məsafə qoydunuz, adam var 1 həftə sonra, adam var 2 həftə sonra, adam var 3 həftə sonra, ola bilər. Yəni ki, bəziləri tutalım ki, heç deyir ki, nə yaxşı canım qurtardı bu hayküydən, davadan, sonra rahat yaşayayım həyatımı, düzdür? Elə də ola bilər, yəni ki, ilk zaman. Amma gec-tez bu adam başlayır darıxmağa. Gec-tez çünki adam bilirsiniz necə, başlayır gözəl bir şeyləri xatırlamağa. Darıxmağa başlayır və çox önəmli odur ki, siz o məsafə qoyduğunuz zaman, aralandığınız zaman, distansiya yaratdınızsa, o vaxtlarda, o ayda, heç olmasa bir ay çəkisində, bu bir ay yarım, siz həyatınızı necə yaşayırsınız? Ona acıq vermək üçün yox. Ay videolar qoyurlar, ay şəkillər, güllər mənə bağışladılar, şokoladlarla, ora getdim, bura getdim. Acıq vermək məqsədi ilə o çox ucuz variantlardır. Onunla insan heç kəsin gözündə qalxmır heç vaxt. Özünüz də öz gözünüzdə qalxmırsınız. Çünki buradan bu şəkilləri qoyursunuz, oradan uzanıb, yəni ki, patoloqa baxıb gözünüzdən yaş axır. Bildiniz necə? Yəni ki, bunu o distansiya yaratdığınız zaman özünüz üçün həqiqi mənada həyatınızı yavaş-yavaş dəyişdirmək, özünüz istədiyiniz şəkildə, sizin içinizdən gəldiyi şəkildə, düzdürmü? Həmən hamısı eyni şeyləri eləyirlər də cəmaət. Kurslara yazılım, fitnessa gedim, onu eləyim, bədən şəkilləndirmə eləyim, plastik, nə bilim, üzümə onu, bunu, yəni cürbəcür şeylər eləyim də, hə? Özümü dəyişdirim. Birdən-birə hər şey eləməyin. Yəni ki, əslində evlilik zamanı münasibətlər içində sən bilirsiniz necə, hələ özünlə məşğul olmalıdır hər zaman. Həm özünlə məşğul olmaq, həm nə bilim, həm rəfiqələrin həyatı, öz həyatın, iş həyatın, hobbilər, düzdürmü? Hər şey darmadağın olandan sonra birdən-birə dirçəlmək, birdən-birə yəni qanad açıb ay uçmaq. Yəni ki, az-çox hələ münasibətin içində də, yəni bir insan qadın üçün də kişi üçün də qadın həyatının bir hissəsi olmalıdır. Bütün həyatı olmamalıdır. Yəni bir insan ki, sizin üçün bütün həyatdır sizin üçün əgər, o münasibəti yəni get-gedə sıfırlanmağa doğru gedəcək. Yəni bu belədir. Və bir də belə qadınlar var ki, məsələn, kişi hələ bil mənə hələ borcludur. Mən onun həyatında varamsa şükür eləsin. Otursun gecə-gündüz şükür eləsin ki, mən bunun xanımıyam, mən bunun qadınıyam, nə bilim, o mənim üçün hər şey eləsin. Hər meşə mən maşından düşəndə mənim üçün qapını açmalıdır. Məsələn, elə qadınlar var, tutalım deyir ki, ay artıq neçə vaxt heç mənim üçün maşının qapısını açmır mən düşəndə. Bu yəqin manipulyasiyalara başlayıb, nə bilim, nə bildiniz necə? Yəni ki, burada o necə deyim sizə, öz dəyəri göylərdədir də bu insanın da. Öz dəyəri, yəni dünyadan xəbəri yoxdur. Yəni sözüm odur ki, yatırımı elədir kişi eləsin. Hər şeyi kişi eləsin. Mən onun üçün heç nə eləmim. O hələ belə, mən hələ onun həyatında varım. O buna hələ razı olsun vəssalam. Bildiniz necə? Hələ o eləməlidir, mən yox.
Yəni bu insan da axı nə isə istəyir görmək səndən. Bu insan da səndən bir qayğı, diqqət, bir gözəl sözlər, yoxsa belə qadınlar məsəl üçün ağzucu da çox sağ ol, ağzucu deyəcək. Yəni necə gözəl onun üçün tutalım ki, bir bayram təşkil edib, ad günü təşkil edib, nə bilim nə təşkil edib onun üçün, gözəl bir hədiyyə alıb, ağzucu, hə, çox sağ ol, belə. Ay nə gözəl, ay nə yaxşı sən mənim bir dənəmsən, nə gözəl bu, ay necə bəyəndim, necə gözəl iyi var bu ətrin, nə bilim. Bir var belə, bir var hə, çox sağ ol. Hər bir yəni belə də olmalıdır da. Yəni bəs necə? Başqa cür ola da bilər. Bir sözlə xəyanət gördünsə, burada birbaşa uzun müddət məsafə və o məsafə qoydunuz, distansiya yaratdınız, o insana sizinlə danışmaq belə imkanı da olmasını, danışanda da yoxdur vaxtı, mən bir dəqiqə vaxtım var. Ya da ki, nə danışılasa heç nə qalmayıb. Bildiniz necə, çox soyuq, çox məsafəli. Yəni bu insan sizin haqqınızda nələrsə ancaq eşitsin, görsün, qoy gütsün. Yəni bu cəzanı çəksin əməlli başlı. Bir var, insan 5 gün sizin yoxluğunuzu hiss etmir, hə? Bir var, məsəl üçün 1 ay yoxluğunuzu hiss edir. Yəni bir var, sən bir gün nəyinsə dərdini, fikrini çəkəsən, düzdür? Yəni bir var, sən iPhone istədin, hə? Dedin ki, ay iPhone alım, getdin 5 gün sonra aldın. Və bir var, sən deyirsən ay alım və onu alırsan bir də nə bilim neçə ay sonra. Düzdürmü? Düzdür, burada məsafəni aylarla etmək yox. Yəni orada məsəl üçün olur ki, hə adam var ki, 1 ay çəkib, məsafə yaradıb o insandan amma heç bir şey yoxdur. Deməli burada həqiqətən də dəyər yoxdur. Orada o insana artıq hələ buraxmaq. Ola bilər indi haçansa qayıdacaq. Ola bilər haçansa bir nəysə təşəbbüslər göstərəcək, amma indi orada da necə davranmaq lazımdır, o tam bir başqa mövzulardır. Yəni az-çox dəyərli idisə, siz bu məsafə qoyduğunuz zaman, distansiya qoyduğunuz zaman o dəyərliliğinizi günbəgün artırmalısınız. Onun üçün önəmliliyi artmalıdır. Onun gözünə aşkar heç bir şey soxmaq lazım deyil də. Yəni bax, videolar çəkib paylaşasınız, eləyəsiniz. Ay mən falan yerə getdim, onu elədim, bunu elədim, bildiniz necə? Özünüzün içinizdən necə gəlir, nə tər gəlir özünüz üçün. Çünki bu aşkar hiss olunur hər zaman. O videolardakı o baxışlar, o sözlər, atmacalar falan bu insanı qaldırmır. Bu insanı daha da gözdən salır. Bildiniz necə? Ay statuslar paylaşım sevgi ilə bağlı, xəyanətlə bağlı, darıxmaqla bağlı. Yəni barışanda da, haçan barışmağa başlayırsınız, orada da yavaş-yavaş çıxmaq. Birdən-birə yox. Və mütləq ki, burada çox zaman yəni olur ki, intim münasibətlərdə də bir də görürsən, bilirsiniz necə? Qadın var ki, görəndə ki, xəyanət oldu, deyir ki, gəl mən daha da indi o biri qadını indi mən burada yəni ki, heç eləyəcəyəm də. Yəni mən indi o qədər gözəl süfrələrdə açacağam. Mən onun üçün nə bilim çıxanda qapıdan 5 dəfə öpürdümsə 15 dəfə öpəcəyəm. Yəni hər şey daha da aşırı eləyir. Yəni indi mən onun intim münasibətdə belə bir fantaziyalarını gerçəkləşdirəcəyəm ki, yəni ki, belə bir şeylər eləyəcəm. Yəni burada nədir? Burada da nə var? Qüursuzluq var, burada öz dəyərin aşağı olması var. Yəni burada nədir? Hələ bir sən onun xəyanətinə mükafatlandırırsan. Kişidir, nə gözəl, orada bu mənim üçün əlləşir, burada bu mənim üçün əlləşir. Bildiniz necə? Yəni bu hələ bir xəyanətə hələ bir uşaq çıxar dərsini danışar. 2-yə danışar, hə? Hələ bir 100 balın, hələ bir 20 bal yığıb, sən ona 100 bal yazırsan. Bu da həmin şeydir. Yəni tərsinə. Belə bir şey var da psixologiyada, pozitiv möhkəmlətmə, neqativ möhkəmlətmə. Yəni neqativ davranışa pozitiv möhkəmlətmə vermək olmaz. Bildiniz necə? Yəni bu xəyanətdir, bu xainlikdir, bu böyük bir zərbədir. Siz burada ağrı, acı çəkirsiniz. Həqiqi mənada insanlar depressiyaya düşürlər. Yəni burada çox böyük stressdir. Yəni o boyda stressin qarşısında mən özümdə bunları hamısını sıxıb və başlayım ona daha da gözəl davranmağa. Bu nədir? Bu siz özünüzə qarşı elədiyiniz həqiqi mənada hələ bir xainliyi o eləyib sizə, bir də sizin də özünüzə xainlik eləyirsiniz. Yəni yanlış.
Yanlış məsafə olanda da artıq qoydunuzsa, bu distansiya, bu məsafə zamanı həqiqi mənada tamamən özünüzə dönmək, özünüzə tərəf, öz həyatınız, işiniz, gücünüz, hobbiləriniz, rəfiqələriniz, nə bilim, görünüşünüz. Amma əlbəttə ki, yaxşı olar, münasibətlər dağılmamışdan öncə hələ öz həyatınız yetərincə rəngarəng olaydı. Bildinizmi necə? Və bir də bilirsiniz necə qadın var ki, bax o hansı qadınlara xəyanət eləyirlər də əsasən. Belə hər şey belə çox ağır deyə belə necə deyim, heç bir şey yüngül, rahat belə yanaşmır da gülə-gülə, ha ha ha. Bu cür yanaşmır. Bildiniz necə hər bir şey çox ciddi-ciddi. Gəl oturaq, danışaq, gəl belə davası belə, o belə hər bir şey çox ciddi yanaşır. Bildiniz necə? Hə, yorğun, arğın gəldi, nəysə bir belə rahat bir atmosfer, sakit belə necə bir atmosferdə elə bir ab-hava var ki, ab-hava elədir ki, qadının yaratdığı ab-hava elə olmalıdır ki, kişi özünü ən gözəl onun yanında hiss etsin. Ən gözəl və yəni onun sizin yanınızdakı olan hissiyatına insan bağlanır. Yəni bir kişi və bir qadın nəyə bağlanır? Mən onun yanında özümü necə hiss edirəm? Ona bağlanır insan. Yəni mən qəmli olanda o mənə necə davranır? Mən o qəmimi necə yatışdırır, necə sakit eləyir? Bildiniz necə? Yəni mütləq ki, hələ bir münasibətin içində nə o insanı unudursan, nə özünü unudursan, nə münasibəti unudursan. Yəni burada tək kişiyə də olan münasibətiniz yox, münasibətinizə necədir münasibətiniz? Yəni ki, bax bizim aramızda ortada bir münasibət var da, burada bir energiya ötürürsünüz də bir-birinizə, düzdürmü? Yəni ancaq hər şeyə yaxşı da davransa, pis də davransa, sizə ancaq gözəl enerji ötürürsünüz. Bu normaldır, normal deyil. Burada sünnilik var. Əgər hər zaman bu insan sizə qarşı yaxşıdır, normaldır, amma siz hələ belə də laqeydsiz, belə ancaq hələ uşaqlarla məşğulsuz, o qadınlıq artıq unudulub, gedib, bitib. Bildiniz necə? Bunların hamısına o qədər fikir verməyin ki. Və yaxud kişi tutalım ki, bax elə ailələr də, elə münasibətlər də çoxdur ki, qadınla kişi illərlə bir yerdə yaşayırlar, amma qadının kişinin fantaziyalarından cinsi əlaqə ilə bağlı qətiyyən xəbəri yoxdur, heç bilmir və bütün bu fantaziyalar başqa bir insanlarla gerçəkləşdirilir. Və qadında əlbəttə ki, həmçinin. Kişidə nədən olur? Kişi xanımına bunu yaraşdırmır. Mən bunu onunla bu şeyləri hamısını edə bilmərəm. Onun gözündə bu pak bir insandır, kiminlə ki, avtomatik olaraq cinsi əlaqəni sadəcə belə yaşayır, heç bir fantaziyanı orada canlandırmadan, yaşamadan, bildiniz necə? Və deyir ki, yəni bu insanla olmaz da. Yəni bu bariyeri aşa bilmir kişi bu qadınla, xanımı ilə. Onunla aşa bilmir. Onun yeri bir başqadır. O mənim üçün müqəddəsdir, o bir başqa bir qadındır. Orada yox. Yəni ki, hətta elə qadınlar var ki, görür ki, hə, əri başlayıb xəyanət eləməyə, nəmək, bu cür məhz qadınları çalışır, belə gözəl alt geyimləri falan alsın, hə, ay cəlb eləyim özümə qarşı, belə eləyim və geyinəndə əridir ya, hələ halal öz əridir. Geyinir onun qarşısında, əri deyir ki, bu nədir geyinmirsən, bu necə əxlaqsızlıqdır, get normal bir şey giy əynivə. Bildiniz necə? Yəni o qədər o qadını o gözündə necə deyim sizə, seksual bir obyekt kimi qəbul etmir onu. Fantaziyalarının bir obyekti kimi bu insanla mən bunları canlandıra bilərəm. O onun təsəvvüründə yoxdur belə. Yəni bu bariyeri nə kişi aşıb zamanında, nə qadın. Yəni buna da baxmaq ki, bəs cinsi əlaqədə nələr baş verir. Biz necə, məsələn, kişilər var ki, ehtiyacı hədsiz çoxdur da, düzdürmü? Yəni ki, intim əlaqəyə. Hər gün. Elə qadın var ki, ona həftədə bir dəfə, 2 dəfə bəsdir, istəmir. Düzdürmü? Yəni, burada bir ortaq məxrəcə gəlmək. Hə? Məsələn də, dəqiq demirəm, belə statistik kimi olsun, həftədə 3 dəfə, həftədə 3 dəfə. Məsələn, o cür də yox. Amma ki, yəni burada əlbəttə ki, hər birinizin emosional tələbatları, hər birinizin cinsi istəklə bağlı tələbatları,
Hər birinizin bir-birinizə verdiyiniz dəyərlər. Məsəl üçün, qadın var ki, siz necə öz ərinə qarşı həqiqi mənada bilirsiniz, həmişə danlayır. Bir uşağıdır da onun da. Hə, niyə gec gəldin? Hardaydın? Niyə belə geyindin? Bu nədir? Bu nə ətirdi vurdun? Belə ancaq hələ danlayır, danlayır, danlayır. Danlayan bir adamı sən necə arzulaya bilərsən? Bildiniz necə? Mənim valideyn kimi bütün vaxtı davranır. Hə, müəllim kimi davranır, ancaq danlayırdı. Danlayan bir müəllim. Onu necə arzulayacaqsan? Başa düşdünüz necə? Ona necə can atacaqsan? Yəni bir insan belə həmişə eynidir də. Bilir bu. Bax kişi görəndə ki, mən bu qadından bilirəm hər zaman nə gözləyim. Hə? Xəyanət də eləsəm hər şey yola verəcək, nə eləsəm də yola verəcək bunu. Belə dava da salsa axır hələ burdadır da getmir ki. Bildiniz necə? Orada əlbəttə meyillilik olacaq başqa insanlara. Çünki heç bir insan əslində daxilində eynilik yoxdur. Sadəcə o qədər zamanında bastırılıb ki, filan şey, o qədər qorxuları var ki içində. Ona görə içindən gələn məsəl üçün impulsları da saxlayır. Harda məsəl üçün tutalım da qadın var ki, deyir ki, yox, ərimə yox deyə bilmərəm intim əlaqədə. Hər zaman gələk, razılaşım ki, bəs axı başqalarına meyil salar. Bəs sənin özün axı insansın, sən bəzən istəmirsən. Sən bəzən həqiqi mənada başın ağrıya bilər, ümumiyyətlə qanın qarı ola bilər. Yəni sənə xəyanət etməsin istəyirsənsə, burada əlbəttə ki, təbiilik də çox önəmlidir. Təbiilik də olmalıdır. Amma təbiiliyin sənin içəridə bastırılıbsa illər öncə, sən heç təbii olmaq nədir heç bilmirsən. Hələ bilirsən ki, təbiisən. Yəni onlar bir ortaya çıxsın, sən hiss eləmək ki, mənim içimdən indi nə gəlir? Mən indi heç qətiyyən istəmirəm o mənə yaxın gəlsin, amma sıxıram, saxlayıram özümə, deyirəm, eybi yox. Və burada təbiilik yoxdur. Burada strategiya var, o da sənin əleyhinə işləyən bir strategiyadır. Yəni qadınlar var, müxtəlif strategiyalar seçirlər, öz başına. Bilmir heç. Elə bilir ki, sonuçda bu ona yaxşı bir nələrsə gətirəcək. Amma strategiya əslində ümumi yanlışdır. Çünki bu insana qarşı bu strategiya işləməyəcək. Ola bilər bir başqa insana qarşı işləyərdi bu strategiya, amma ona qarşı işləməyəcək. Yəni məsafə olanda kişinin o dərəcədə darıxmağı artmalıdır. Darıxmağı, sənin dəyərini, sən axı uzaqlaşırsan ondan, görür ki, sənin həyatın gözəl, normal davam edir, get-gedə daha da maraqlılaşıb, sənin həyatın daha da gözəlləşib. Süni şəkildə yox da, yavaş-yavaş, təbii şəkildə. Heç mən yoxam, heç onun elə də vecinə də deyil. Bildiniz necə? Yəni bu o qədər təbii olmalıdır. Bunu görəndə kişi əlbəttə yavaş-yavaş, ancaq onun da gözəl şeylər yadına düşəcək. Ay da nə gözəl idi bir yerdə, ay da belə nə əla idi, bizim vaxtlarımız var idi, hansısa romantik mahnınız yadına düşəcək, nə bilim nələr yadına düşəcək, bir yerdə elədiyiniz, keçirdiyiniz zamanlarda. Yəni get-gedə o onsuz da darıxmağa başlayacaq. Bu normal bir şeydir. Yəni türklər də insanlıq hali. Yəni ki, məsafədə, distansiyada yaratdınsa artıq, sən artıq aralandın bu insanla. O distansiyadan düzgün istifadə etmək, o distansiyada sən ona necə davranmalısan? Birdən-birə götürdün, bir gün içində birdən bağışladın, yox. Yavaş-yavaş, addım-addım. Hələ bir təzədən isnişərək bu insana. Yəni o çaba göstərməlidir. Bildiniz necə? Yəni xəyanət elə bir şeydir ki, sənin daxilində sən axı əzab çəkdin, sən axı o içindən qara qanlar axdı axı. Axı burada çox böyük stres var və bunu götürüb bağışlamaq bir insana hələ heç nə olmamış kimi, bu əlbəttə davam edəcək. Yəni orada ona davranmaq elə ki, həqiqi mənada desin ki, qələt elədim, başımdan böyük, nə bilim, nə idim və bir də mən bunu eləmərəm. Yəni o vəziyyətə çatsın. Amma onu da hədsiz çox uzatmamaq. Axırda barışığı o dərəcəyə çatdırmamaq ki, biz insan bir şeyi çox gözləyəndə də, hədsiz gözləyəndə artıq o qədər gözləyir ki, artıq heç lazım deyil. Artıq gətirib verəndə də deyir ki, artıq istəmirəm. Yəni barışmaq da elə momentlərdə barışmaq ki, elə momentlərdə bir araya gəlmək ki, siz necə hələ də yəni öyrəşməyib də hədsiz yoxluğunuza. İnsan yoxluğuna da kiminsə çox alışmış olanda
Artıq alışıb. Artıq normallaşıb. Yəni o dərəcəyə də çatmamalıdır. Yəni distansiyaya da hələ bilin bu məsafəyə də başlayanda düzgün şəkildə başlamaq, məsafəni də düzgün düz məsafədə olanda düzgün şəkildə ona davranmaq, yəni necə? Yəni çox elə də şans verməmək, nəsə gəlsin, danışsın, izah eləsin. Yox. Ay oturaq söhbət eləyək, nə oldu, nədən oldu? Yox, oldu vəssalam. Burada xəyanət 1 il eləyib, 5 il eləyib, neçəsi il eləyib, fərqi yoxdur. Artıq eləyib, vəssalam. Burada müzakirə etməyin bir anlamı yoxdur. Burada müzakirə etmək sizi daha da dəyərdən salır.